Bəli. Elşad müəllim Gülnarədir, sosial xidmətçi. Çox gözəl. Elşad Cəlilov ömrünün 45 ilini təhsil sahəsinə həsr edib. İndi isə təqaüdə ayrılıb. O həyat yoldaşı ilə birlikdə Bakı şəhərində yaşayır. Ahıl yaşlarındakı bu cütlük onlara əl tutan və dəstək olan bir kəsə ehtiyac duyur. Çünki yaşlarının bu çağında ev işlərini görmək, ağır zənbillərlə bazara getmək asan deyil. Onlar da bu səbəbdən soraqlaşıb dost mərkəzləri tərəfindən göstərilən evdə səyyar sosial xidmətə müraciət ediblər. Bir nəfər yoldaşla söylədim, dedi ki, ikinci qrup əlilsən. Dost mərkəzində belə bir xidmət var. Müraciət elə, o kömək eləsin də. İndi müraciət elədim. Sağ olsunlar, mənim müraciətimi nəzərə aldılar. 15 ildir sosial xidmətçi kimi çalışan Gülnarə Hüseynova hər həftə 2 gün olmaqla Elşad Cəlilovun evinə gəlib, ona və həyat yoldaşına məişət ehtiyaclarında köməklik göstərir. O deyir ki, peşəsindən dolayı Elşad Cəlilov köynəklərini ütülü geyməyi sevir. Keçmiş müəllimin köynəklərini ütülüyüb hazırlamaq isə Gülnarənin işinin ən sevdiyi tərəfidir. Hər bir işlərini, yataq dəstlərini dəyişirik, paltarlarını yuyulmaqsa, ütülənməsinə, hamısına, ev təmizliyinə, apteka dərman alırıq. Yəni, bütün nə zahid işlər varsa, hamısını görürük. Hazırda dost mərkəzləri tərəfindən 800-ə yaxın şəxsə evdə səyyar sosial xidmət göstərilir. Evdə səyyar sosial xidmətin göstərilməsi üçün vətəndaşın özü və qanun nümayəndəsi dost mərkəzlərinə yaxınlaşa bilər və yaxud 142 çağrı mərkəzi vasitəsilə əlaqə saxlayıb bu xidmətdən yararlanmasını müraciət edə bilər və yaxud Dost Agentliyinin saytına daxil olaraq səyyar dost bölməsindən sifariş edərək səyyar şəkildə bu xidmətdən yararlana bilər. Elşad Cəlilov evdə səyyar sosial xidmətin onun həyatındakı rolunu yalnız məişət işlərində köməyini vurğulamır. Deyir ki, bu işin mənəvi tərəfi də var. İnsan özünü tək hiss etmir. Bir dost daim onlar haqqında düşünür. Mən indi 78 yaşım var. Onlar düşünürlər ki, yaşlı insanlara qayğı lazımdır və o qayğını da göstərirlər. Sağ ol, sağ ol. İkinci gün inşallah görüşürüz. Gülə gülə, sağ ol qızım, əlin qolun var olsun, sağ ol.